Üçüncü fəsil. Səhəri gün məni yuxudan günəşin çəpinə düşən isti şüası oyatdı. O, çarpayımın üzərinə düşdü və mənim qarışıq və əcaib yuxularıma son qoydu. Gözü yumulu halda zəhlətökən şüanı əlimlə qovmağa çalışdım. Sonra təslim oldum. Səhər saat 10 idi. Elə pijamada terrasa çıxdım. Anna orada oturub qəzetləri gözdən keçirirdi. Üzünü nəzərə çarpmayan qüsursuz şəkildə boyadığına diqqət yetirdim. Yəqin o heç vaxt üzünə tam istirahət vermirdi. Mənə tərəf baxmadığına görə əlimdə bir fincan qəhvə və portağalla sakitcə pilləkanda oturdum və səhərin keyfini çıxarmağa başladım. Dişlərimi portağala sancdım. Şirin mayı ağzıma fışqırdı. Dərhal bir qurtum qaynar qara qəhvə, ardınca yenə sərinləşdirən portağal. Səhər günəşi saçlarımı isidir, mələfənin dərimdəki izlərini hamarlaşdırırdı. 5 dəqiqədən sonra çimməyə gedəcəyəm. Annanın səsi məni diksindirdi. Sesil, niyə heç nə yemirsiz? Səhərlər təkcə içirəm çünki. Siz 3 kilo kökəlməlisiniz. Onda normal görünəcəksiniz. Yanaqlarınız sallanır, qabırğalarınız sayılır. Özünüzə buterbrod gətirin. Məni buterbrod yeməyə məcbur eləməsin deyə ona yalvarmağa başladım. Anna isə bunun niyə vacib olduğunu izah eləməyə çalışırdı. Elə bu vaxt əyninə dəbdəbəli, xallı xələt geyinmiş atam gəldi. Gözəl mənzərədir, o dedi. 2 əsmər qız günəşin altında oturub buterbrodlardan danışırlar. Əfsus ki, burada yalnız bir qız var. Anna gülərək dedi. Zavallı Raymond, mən sizinlə yaşıdam. Atam onun əlinə doğru əyildi. Həmişəki kimi acı dilsiz. O şəfqətlə dedi və elə bil gözlənilməz nəvazişdən Annanın göz qapaqları titrədi. Mən aradan çıxmaq üçün yaranmış fürsətdən istifadə elədim. Pilləkanda Elza ilə qarşılaşdım. Yuxudan dəqiq indicə durmuşdu. Göz qapaqları şişmişdi. Günəşdən yanmış qırmızı sifətində dodaqları çox solğun görünürdü. Onu dayandırıb Annanın aşağıda oturduğunu, simasının baxımlı və təravətli olduğunu, günəşdə tədricən, ehtiyatla, başına heç nə gəlmədən qaralacağını deməkdən özümü güclə saxladım. Amma inanmıram ki, bu onun xoşuna gələydi. Elzanın 29 yaşı vardı. Yəni Annadan 13 yaş kiçik idi və bunu əsas üstünlüyü hesab eləyirdi. Çimərli paltarımı götürüb sahilə qaçdım. Bütün təəccübümə rəğmən Siril qayığı ilə birlikdə artıq orada idi. O çox ciddi görünüşlə mənə tərəf gəldi və əlimdən tutdu. Dünənkinə görə sizdən üzr istəyirəm, dedi. Təqsir özümdədir, mən cavab verdim. Mən heç bir qramda utanmadım və onun məğrur görkəmi məni təəccübləndirdi. Özümə çox acığım tutur, Siril dedi və qayığı suya itələdi. Nahaq yerə, mən laqeydcəsinə dedim. Nahaq yerə deyil. Mən artıq qayığa minmişdim. O isə dizə qədər suyun içində yanımda dayanmışdı. Sanki məhkəmədə mərcərdən yapışmış kimi qolları ilə planşirə söykənmişdi. Başa düşdüm ki, ürəyini boşaltmamış qayığa minməyəcək. Odur ki, bütün görünüşümlə onu diqqətlə dinlədiyimi göstərdim. Onun simasını yaxşı öyrənmişdim. İçindən keçənləri asanlıqla oxuya bilirdim. Düşündüm ki, onun 25 yaşı var. Yəqin indi özünü pozğun kimi hiss eləyir. Bu fikir məni güldürdü. Gülməyin, o dedi. Dünən axşam özümə çox qəzəbləndim. Axı siz mənim qarşımda zəifsiniz. Atanız, o qadın, mənfi nümunə. Mən hətta ən axırıncı əcləf olsaydım belə, siz yenə də mənə güvənəcəydiniz. O heç gülməli də deyildi. Hiss eləyirdim ki, Siril xeyirxahdır, məni sevməyə hazırdı.
Elə mən özüm də onu sevməyə etiraz eləməzdim. Qollarımı onun boynuna doladım. Yanağımı yanağına sıxdım. Onun geniş çiyinləri vardı və mən bütün vücudumla onun güclü bədənini hiss eləyirdim. Siz yaxşı oğlansınız, Siril, mən pıçıldadım. Mənim qardaşım olacaqsınız. O qısa və qəzəbli bir ah çəkib belimi qucaqladı və ehtiyatla məni qayıqdan çıxartdı. Məni özünə sıxaraq qucağında saxlamışdı. Başım onun çiynində idi. Həmin anda onu sevirdim. Mənim kimi o da qızılı rəngdə, sevimli, mehriban idi və məni qoruyurdu. Sirilin dodaqlarımı tapanda, mən də həzdən onun kimi titrədim. Bizim öpüşümüzdə nə vicdan əzabı vardı, nə də abırsızlıq. Dodaqlarımız acgözcəsinə, pıçıltının yaratdığı fasilələrlə bir-birini tanıyırdı və salam. Sonra mən onun ağuşundan çıxdım və axının apardığı qayığa sarı üzdüm. Özümə gəlmək, sərinləmək üçün üzümü suya saldım. Su yaşıl idi. Məni qayğısız, sonsuz xoşbəxtlik hissi bürüdü. 12-nin yarısında Siril evə getdi. Atamsa 2 qadınla birlikdə çadırda göründü. O ortada gəlirdi. Özünə xas nəzakətli səbirsizliklə əlini gah birinə, gah da o birinə uzadaraq hər ikisini dəstəkləyirdi. Amma xələtdə idi. Onu bizim diqqətli nəzərlərimiz altında soyunub yerə atdı və üzərinə uzandı. İncə bel, qüsursuz ayaqlar, dərisi yalnız bəzi yerlərdə cüzi hiss olunacaq dərəcədə tərabətini itirmişdi. Təbii ki, uzun illərin daimi, məcburi qayğıları öz sözünü demişdi. Mən qeyri-iradi qaşlarımı dartaraq razılıqla atama baxdım. Bütün təəccübümə rəğmən o mənim baxışlarıma cavab vermədi və gözlərini yumdu. Yazıq Elzanın çox zavallı görkəmi vardı. Özünü zeytun yağı ilə yağlamışdı. Tamamilə əmin idim. Bircə həftədən sonra atam... Anna mənə tərəf çevrildi. Sesil, burada niyə belə erkəndən oyanırsınız? Parisdə günortaya qədər yataqdan çıxmırdınız. Orada dərsləri hazırlamağa məcbur idim. Bu məni əldən salırdı. O gülümsəmədi. Anna yalnız ürəyi istəyəndə gülümsüyürdü. Hamı kimi nəzakət xatirinə heç vaxt. Bəs imtahanınız necə oldu? Kəsildim. Mən cəsarətlə elan elədim. Kökündən kəsildim. Oktyabrda mütləq təzədən imtahan verməlisiniz. Niyə? Atam söhbətə qarışdı. Şəxsən mənim heç vaxt diplomum olmayıb, amma çox firavan yaşayıram. Sizin lap əvvəldən var dövlətiniz var idi, Anna xatırlatdı. Qızımınsa kifayət qədər kişiləri olacaq. Onlar onu saxlayacaqlar. Atam alicənablıqla dedi. Elza az qala qəhqəhə çəkəcəkdi, amma üçümüzün də ona baxdığını görüb fikrindən daşındı. Sesil tətildə imtahana hazırlaşmalıdır, Anna dedi və söhbətin bitdiyini göstərmək üçün gözlərini yumdu. Mən ümidsiz halda atama baxdım. O mənə utancaq təbəssümlə cavab verdi. Mən Bergsonun səhifələri üzərində oturduğumu, qara sətirlərin gözlərimi kör elədiyini, Sirilin isə aşağıda güldüyünü təsəvvür elədim. Bu fikir məni dəhşətə saldı. Annaya tərəf sürünüb, yavaşca onu səslədim. O gözlərini açdı. Mən təlaş, yalvarış dolu ifadə ilə onun üzərinə əyildim. Qəsdən yanaqlarımı elə uzatdım ki, zehni əməkdən yorulmuş adama bənziyim. Anna, bunu doğrudan eləyəcəksiniz. Yəni doğrudan bu cür istidə, tətil vaxtı məni imtahana hazırlaşmağa məcbur eləyəcəksiniz. Halbuki tətil günlərimi daha yaxşı keçirə bilərdim.
O bir saniyə məni diqqətlə süzdü, sonra sirli təbəssümlə üzünü çevirdi. Əslində, bunu eləməliyəm. Sizin sözlərinizlə desək, hətta bu cür istidə sizi tanıyıram. 2 gün məndən küsəcəksiniz, amma əvəzində imtahanı verəcəksiniz. Elə şeylər var ki, onlarla barışmaq mümkün deyil. Mən gülümsəmədən dedim. Anna mənə istehza ilə meydan oxuyurmuş kimi baxdı və mən narahat halda yenidən quma uzandım. Elza kurort əyləncələrindən danışırdı, lakin atam onu dinləmirdi. Oturduğu yerdən 2 qadının bədənindən yaratdığı üçbucağın təpəsindən mənə tanış olan ağır, qorxmaz baxışlarla Annanın yerdəki profilinə, çiyinlərinə nəzər salırdı. Biləyi aramsız, müntəzəm və güngül hərəkətlə qumu toplayıb dağıdırdı. Mən dənizə qaçdım. Bizim mümkün ola biləsi, ancaq bundan sonra baş tutmayacaq tətilimizə yas tuta-tuta suya atıldım. Hərçənd bizdə gərginlik yaratmaq üçün lazım olan hər şey var. Adamı yoldan çıxardan kişi, yarım kübar xanım və ağıllı qadın. Qəfildən suyun dibində çox gözəl bir balıq qulağı gördüm. Mavi çəhrayı rəngdə. Onu götürdüm və nahara qədər hamar, cilalanmış balıq qulağını əlimdən yerə qoymadım. Qərara gəldim ki, o mənim həmailimdir və yayın axırına qədər saxlayacağam. Bilmirəm, necə oldu ki, onu itirmədim. Hərçənd həmişə hər şeyi itirirəm. İndi o çəhrayı, isti balıq qulağını əlimdə tutmuşam və ağlamaq istəyirəm.